Amma bir dənə bunu bilmək lazımdır ki, Həzrət əvvəl səbr eləyib, yoxsa haqqını isbat eləyib. Gözlərimi çörçüb və boğazımı sümük tutduğu halda səbr etdim. Dəfələrlə Həzrəti Zəhra, İmam Həsən və İmam Hüseynlə birlikdə Bədir səhabələrinin evinə gedirdi, mühacir və ənsarın evlərinə gedib onlardan kömək istəyirdi. Yetərli qədər tərəfdaşın, köməkçinin olmamağı idi. İmamətin, vilayətin haqq olduğunu isbat eləməkdən ötəri xanım öz canından, qanından keçdi və bu yolda şəhid oldu. Ağanın həqqaniyyətini tanıyan adamların sayı çox az idi. Əgər Həmzə və Cəfər olsaydı, bu iki nəfər o xilafət məqamına yetişməzdilər. İmamın misalı, imamın məsəli Kəbənin məsəli kimidir. İnsanlar Kəbənin ətrafına təvaf edirlər. Kəbə insanların başına təvaf eləmir. Həzrəti Zəhra nəyə görə gəlirdi? Həzrəti Həmzənin qəbrində ağlayırdı. Yəni sən sağ olsaydın, bugün Əli ibn Əbi Talibin haqqı qəsb olunmazdı. Ağanın əlindən o haqqı almazdılar. Buna görə idi. Bir növ göstərmək istəyirdi bizə ki, bu dəyərli şəxsiyyətlərin qədrini bilmək lazımdır. Həzrətə qılınc çəkirlər. Kufə qoşunu Həzrətə qılınc çəkir və deyir ki, əmr elə Malik dala qayıtsın. Biz Qurandan döyüşmərik. Quranları məgər görmürsən nizanın başında? Bəli. Biz Qurandan döyüşmərik.